Torpaqlarımızın azadlığı naminə göstərdiyi şücaətlə qəlblərdə taxt quran və vətən naminə canını fəda edərək şəhid olan Vidadi Əhmədov 1979-cu il iyulun 12-sində Salyan şəhərində anadan olub. O, 1996-cı ildə Salyan şəhər bir saylı orta məktəbi bitirib. Elə həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Vidadi Əhmədov 2000-ci ildə həmin ali məktəbin zirehli tank və avtomobil texnikasının istismarı ixtisası üzrə mühəndis kimi bitirib. O, zabit kimi Murovdağda xidmətə başlayıb. Vidadi Əhmədov 2002-2005-ci illərdə İraqda sülhməramlı qüvvələrin sıralarında xidmətdə olub. O, daha sonra Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində kapitan rütbəsində bölük komandiri kimi xidmətini davam etdirib. Kapitan Vidadi Əhmədov 2011-2014-cü illərdə Ali Hərbi Məktəbdə müəllim işləyib. 2014-2016-cı illərdə Tərtərdəki hərbi hissələrdən birində komandirin şəxsi heyətlə iş üzrə müavini olub. Vidadi Əhmədov aprel döyüşlərində də iştirak edib. O, daha sonra Azərbaycan Silahlı Qüvvələrindən ehtiyata buraxılıb. Vidadi Əhmədov 2-ci Qarabağ müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. Mayor Vidadi Əhmədov oktyabrın 12-sində Füzuli istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. O, Salyan şəhidlər xiyabanında dəfn edilib. Ailəlidir. 2 övladı yadigar qalıb. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Vidadi Əhmədov ölümündən sonra vətən uğrunda igidliyə görə, Füzulinin azad olunmasına görə medalları və 3-cü dərəcəli rəşadət ordeni ilə təltif edilib.